Salam dostlar, bugün elə bir yerdəyik ki, sizin deməli təxmini 98% burada olmalısınız. Biz bloqa başlamışıq. Blogumuz gündəlik olaraq həyat tərzimizdən hara gedirik, bunların hamısı təbii ki, yol hərəkətinə aid olacaq. Biz bugün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindəyik, daha doğrusu onun liftindəyik. Sonra orada da baş verəcək, 4-cü mərtəbədə bizi qarşılamalıdırlar. Görək necə işləyirlər, çoxları elə bilir ki, bura svetofor idarə edən mərkəzdir. Xeyr, əslində bura necədir, yaxın dəqiqələrdə biləcəksiniz. Gedək. Deməli, burada kadrlar və hüquq şöbəsinin yanında televiziya və radio studiyası var. Bilmirəm, orada indi bu dəqiqə yayın var, yoxsa yoxdur, yoxsa buna hazırlaşırlar, amma hiss olunur ki, nəsə təzə yeniliklər var. Deməli, biz burada içəri gedirik, hərəkət necə təşkil olunur, buradan kontrol edirlər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində və şəhərə baxsaq, bu dəqiqə şəhərdə intensiv hərəkət olsa da dayanmalar yoxdur. Bəziləri hesab edirlər ki, ümumiyyətlə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində düymə basırsan filan yerə yaşıl yanır. Əslində elə deyil. Yəni hərəkətin təşkilini də buradan etmək mümkündür. Yəni konkret olaraq hansı zolaqlar üzrə hərəkətlər var, o necə analiz olunur, necə hesablanır, saniyələr, vaxtlar hamısı önəmlidir. Bunu isə bax burada oturan əməkdaşlar edirlər. İndi bizə bir-bir bunların hamısını göstərəcəklər, amma gəlin ilk olaraq ekrandan tanış olaq. Təxmini 3 il, 4 il bundan öncə mən burada ilk çəkilişimi eləmişəm və onda da eyni ekran idi, eyni görüntülər idi, amma təbii ki, bizim veriliş inkişaf elədiyi kimi burada da yeniliklər var. Yeniliklər nədir? Hamısını bizə bir-bir izah edəcəklər. Tərlan mütəxəssisdir bu sahədə və gəlin birinci bundan başlayaq ki, hərəkəti necə analiz edirsiniz və nəyə hesablanır ki, məsələn, filan yeri svetofor necə işləməlidir, nəqliyyat vasitələri necə hərəkət eləməlidir? Deməli, bizim Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi ümumilikdə Bakı şəhərində 326 ədəd video aşkarlayıcı kamerası. 326 ədəd, bəli, video aşkarlayıcı kamerası quraşdırılmışdır. Gördüyünüz bütün Bakı şəhərinin... Bunlar hamısı kameralardır, nöqtələr hamısı kameralardır. Bəli, yerləşən video aşkarlayıcı kameralardır ki, bu kameralar vasitəsilə bir dəqiqə ərzində nəqliyyat vasitələrinin orta hərəkət sürəti və sayı hesablanaraq bizim serverlərə ötürülür. Bu serverlərdə bu məlumat emal olunaraq gördüyünüz şəkildə hər bir zolaqlar ilə... Deməli, bu rəqəmlər və vaxtlar nəyə göstərir onu? Bu rəqəmlər deməli və birinci görürsüz sürətlidir. Bu həmin o aşkarlayıcı kameralar vasitəsilə bir dəqiqə ərzində həmin yoldan keçən nəqliyyat vasitələrinin orta sürətidir. İkinci gördüyünüz nəqliyyat vasitələrinin sayıdır bir dəqiqə ərzində keçən və bu burada bir saat ərzində bizə deməli nəqliyyat vasitələrini, yəni cürbəcür sortlaşdırmaq olur. Gördüyünüz cədvəldə saatlar üzrə göstərilirdi, amma istəsək dəqiqə üzrə 15 dəqiqəlik, gündəlik və həftəlik bunu aylıq görə bilərik rəqəmləri. Məsəl üçün, tutaq ki, Bakı-Xanov Kazım Kazımzadə küçəsində avtomobil axını bir dəqiqədə neçə avtomobil gedir və hərəkət sürəti nə qədər olur? Ona uyğun da müəyyənləşdirmək olar ki, məsələn, svetofor nə qədər olsun orada? Bəli, ikinci gördüyünüz, bəli, nəqliyyat vasitələrinin sayıdır ki, onlar ölçülərinə görə 3 yerə bölünür. 4,75 metrə qədər hesab olunur kiçik ölçü nəqliyyat vasitələri. 4,75-dən 13,75 metrə qədər hesab olunur orta tutumlu və 13,75-dən yuxarı olan isə böyük tutumlu nəqliyyat vasitələri hesab olunur. Və bunlara görə də bütün bu statistik göstəriciləri biz işıqforların vaxtının təyin olunmasında istifadə edirik. Amma bütün svetoforlar sizdə deyil. Xeyr, Bakı şəhərində ümumiyyətlə 298 yol kəsişməsi var ki, bunlardan 150-sində bizim siqnal kontrol qurulub və Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi tərəfindən nizamlanır. Eyni zamanda həm işıqforlardan başqa mən məlumat verim ki, bizim xəritəyə də bütün bu qırmızı, yaşıl və s. rənglər
bu sürətlər və əsasında müəyyən olunur. Belə ki, əgər nəqliyyat vasitəsinin sürəti 0-dan 15-ə qədər olarsa qırmızı, 15-dən 30-a qədər olarsa sarı, 30-dan yuxarı olarsa artıq sərbəst hərəkət deməkdir, yaşıl rəng. Bir məsələ var, bir çoxları deyir ki, məsələn, mən xəritədə görürəm ki, qırmızıdır, daha doğrusu yaşıldır, gedirəm görürəm ki, orada tıxac var. Əslində tıxac nə sayılır? Belə başa düşdüm ki, 0-dan 15-ə qədər olan sürət sayılır, yəni asta hərəkət. Lap dəqiqliyini deyim ki, Bakı şəhərində iki cür yollar var, maniyəli, maniyəsiz. Maniyəli yollar şəhərdaxili yollardan ki, bir çox kəsişmələr və işıqforlar var. Maniyəsi yollar isə əsas Böyük prospekt, Böyük prospekt, Böyük prospekt, burada kəsişmələr demək olar ki, yoxdur. Maniyəsiz yollarda, məsələn, Heydər Əliyev prospektində əgər əsas yoldan söhbət gedir, sürət 0-dan 30-a qədər olarsa qırmızı, 30-dan 50-yə qədər olarsa sarı və 50-dən yuxarı artıq sərbəst hərəkət. Artıq yola baxır. Bəli. Qırmızılıq yola baxır. Yəni sadəcə elə qırmızıdır, getdim gördüm, əslində orada yaşıldır və ya yaşıldır, getdim gördüm, tıxac var. Bizdə biraz tıxacın haqqında anlayış fərqlidir. Məsələn, mən İstanbulda 40 dəqiqə tıxacda qalmışam, amma orada tıxacda hərəkət eləməmişik. Yəni maşını söndürmüşük, atmışıq parkinqə və yəni iflic verir. Bakıda demək olar ki, yəni çox nadir hallarda belə şey olur, amma olur. Bakıda tam hərəkətsiz vaxt olur. Sizin qeyd edilerinizlə bağlı digər bir məsələdə demək istəyirəm ki, bizim mütəxəssislər daima buradan şiforları idarə edir. Lazım gəldikdə ora yaşıl dalğa əmri tətbiq edirlər. Və məsələn, ola bilər ki, sürücü görür ki, həmin ərazi tıxacdır. Biz də təbii ki, buradan həmin ərazini müşahidə edirik və operativ olaraq tədbir görürük. Bu tədbir nədir ibarət olur? Avtomatik bizim mütəxəssis ora yaşıl dalğa verirlər. Və ola bilər ki, sürücü ora gəlib çatana qədər biz artıq orada problemi həll edirik. O da ola bilər. Bütün istiqamətlər yaşıl dalğadır. Bəli, Bakıxanov istiqamətində hal-hazırda baxılır. Amma gəl dayanır Bakıxanovda. Bakıxanova daha çox. Çünki daha əsas prioritetdir orada. Prioritet hesab olunur. Ona görə orada daha çox üstünlük verilir işıqforların vaxtı. Amma mən yəni yəqin ki, Bakıxanovla Rəşid Behbudovun kəsişməsinə nəsə bir fikirləşmək lazımdır. Çünki niyə görə? Çünki yəqin ki, özünüz də Rəşid Behbudovla Bakıxanovda duyanmısınız ki, Bakıxanov buraxırlar. Yəni biz çox təşkillər hazırlayırıq. Yəni tez-tez biz neçə yerdə svetoforlar dəyişəndə sizi də qulaq asırıq. Yəni eşidən məsələn üçün keçən səfər mətbuatda nəşriyyatın qabağında svetofor dəyişmişdi. Bəli. Mən də maşından gedirəm, sizə denk gəldi ki, bura dəyişiblər. Siz də sağ olun dediniz ki, aidiyyatlı orqanlar bunu eşitdi, cavablandıracaq. Sonra tutdum ki, söhbət yəni də sırası başlamış halında. Yəni oranı biz elə eləmişik ki, üstazdan o cür düzəltmişik. Yerlər var ki, orada 2 faz çevrilib. Yəni orada çox gözəl işləyir bu dəqiqə. Prosto Şərifzadədən düşən 1-2 nəfər orada tıxaca düşür. Ona görə mən sizə deyim niyə tıxac uçur. Şərifzadədən ki, düşürsən 2 zolaqdır. Dayanacaq var. Biz o dayanacağa görə neçə yerə yazmışıq ki, o dayanacaq 60 metr dala çəkir. Yəni onunla bağlı... Çünki avtobus gəlib yanır orada. Sən isə sağdan çıxmalısan orada. Avtomatik vəziyyət verərəm. Bizdə təşkillərimiz var ki, biz orada çox gözəl bir təşkil vermişik ki, burada düz gedənləri burada geri dönmə verək. Onlar buradan geri dönsünlər. Getsinlər. Bu proje olacaq 2 faza. Onda çox. Dayanacağa da var, görürsünüz burada 60 metr dayanacağa dala çəkir. Geri çəkməyə lazımdır. Yerə yazmışıq ki, hələ ki yəni eləməyiblər. Yəqin ki, bundan sonra olacaq. Yəqin ki, inşallah deyil. Çünki orada konkret olaraq bugün mən axşam efirdə də o barədə danışacağıq. Çünki o avtobus ki, orada dayanır. Ona görə biz orada 2 faza da sağa dönmə vermişik. 2 faza. Yəni çox rahat dönüb gedə bilərik. Mən məsələn gələndə, deməli Badamdar dairəsindən gələndə ki, yuxarı Şərifzadəyə iş yerinə qalxıb, mənə çox rahatdır. Sola tutdum, qalxdım rahat. Bir dənə o 2 zolaq Şərifzadədən düz aşağı düşənlər. Bir dənə olar. Amma yəqin ki, buradakı avtobus dayanacağı var. Burada üzdə. O üzbəyizdəkini də burada da biri var, mətbuatın yanında. Çünki avtobus gəlir, dönən kimi burada dayanır. Cəmaət burada minir ona görə. Mən sizə söz deyim, bunu biz eləyəndə buradan daimi sağa dönmə biz verdik 2 fazada. Onu eləməyiblər. Yəni onu da eləyəndən sonra bax orada qəşəngdir. Burada düz dayanır. Ancaq sağa. Bəli, ancaq sağa. Biz onu da vermişik. O əla üzrədir. Bakıxanov həmişə belədir. Yəni belə başa düşürəm ki, Bakıxanov həmişə belə bir təklif hazırlamışıq biz. Gəl təklifə var Bakıxanova. Bakıxanovda 2 zolaq gedir, buradan 4 zolağa birləşir. Düzdür. Biz bu 2 zolaqla bir yol oturucu təşkil vermişik. Yəni nə sağa, nə sola, düz, ancaq düzünə getsə, buradan məsələsi həll olacaq. Yəni burada bir də məqam var. Çünki biz buranı ki gözləyirik. Və əgər körpünün üstünə qalxarsa, mən rahat buradan dönə bilirəm. Siz sağa da dönəcəksiniz. Deməli, burada Süleyman Üstəm küçəsi var, bu küçə belə gəlir. Bunlar gəldi Bakıxanovdan, gəlib bizə dəstək. Gələ buradan çıxmaq üçün. Profqanın biz də təklif edirik ki, buranın profili belə deyil. Biz buranı belə verək ki, Rəşid Behbudovdan sağa gəlib buradan gedə bilsin.
Həmsə balaca küçədir. Balaca küçə yenə də lazım olacaq. Yəni cəmaət burada da termoplastika yerə düşsün. Beylərə prospektində var. Cəmaət rahat sağa dönüb gedə bilsin. Burada bir dənə məqam var. Süleyman Rüstəm küçəsi onsuz da balaca dar küçədir. Və sağda və solda parking yerləri var. Əslində Süleyman Rüstəm küçəsi Rəşid Behbudov üçün çox yaxşı alternativ yerlər bir yerdir. Amma sadəcə olaraq bir dənə məqam var ki, onu parking yerləri bir zaman qalır və cəmaət ona görə oraya üstünlük vermir. Amma axırda gəlsən Bakıxanada ilişib qalırsan. Belə bir şey varmı? Yəni gecə vaxtı svetoforlar nizamlanmayan svetofora keçirlər. Yəni gecə saat 2-də mən qırmızıda dayanmıyorum deyə. Bizdə svetofora belə deyək də, heç biri yəni qanunla bütün günü bu rejimdə işlənsin söhbəti yoxdur. Məsəl üçün bu günləri pik vaxtına görə başqa cür işlənilir, qeyri-pik vaxtına görə başqa cür işlənilir, bayram günləri başqa cür, həftə sonları başqa cür, hamısının rejimi var. Hər biri o rejimində işləyir. Yəni sırf bu rejimdə qalsın elə yoxdur. Yəni bizdə gecə vaxtı işləməyən, yəni nizamlanmayan yol ayrıcılar yəni sarı dönən işıq verdi, yəni onunla qaldı. Yəni əslində dünyada elədir. Məsələn mən hətta sizə deyim, çox uzağa getməyim. Tiflisdə belə hər gün günorta vaxtı gördüyüm yaşıl svetofor gecə saat 2 idi, sarı yanıb sönürdü. Çünki adam qırmızıda dayanmasın deyə, boş olmasın deyə. Amma əslində onun bir də məsələsi Azərbaycan üçün biraz qorxuludur. Çünki sənə sarı verərsən, sonra bir də görürsən o biz tərəfdən gəldik. Gecə vaxtı qəzalar çox olur. Mən bir problemli yeri demək istəyirəm. Bu Vaqif prospektindən ki gəlirsən, axırda Səməd Vurğun küçəsidir də. Ki Vaqifdən Səməd Vurğuna düşmək yeri var. Orada yol iki tərəflidir. Fikirlərsiniz, o bir gedəndir, bir gələndir. Vaqifdən ki, bilmirəm indi svetofor sizdədir yoxsa yox, saniyə söhbəti ki var. Vaqifdən keçənlərin çoxsu yolun ortasında qalırlar. O aşağı düşənmək üçün problemlərini bilməm, o məsələni necə həll eləmək olar, çünki gəlib yaşıldan axıra qədər ora rahat gəlirsən. Svetoforun kəsişməsində ki, mənə yaşıldır, gedəndə o Səmədurundan gələnlərin axını o qədər çox olur ki, onlar həmin o yol ayrıcını saxlayırlar, kəsirlər. Mən o dönə bilmirəm. Və onun necə hesablayan bir şey var? Bütün svetoforlar, bütün kəsişmələr bizim mərkəzin əməkdaşları tərəfindən, yəni müəyyən bir vaxt ərzində gedir yolunu bir-bir araşdırır, nə qədər nəqliyyat vasitəsi oradan keçir, hamısını sayını götürəndən sonra bir-bir başlayıb onun hesabatlarını aparırıq. Yəni bu da çox uzun məsələdir. Yol hərəkətinin təşkilinə uyğun olaraq onları bir-bir hamısını svetoforla hesablayırıq. Neçə saniyə olmalıdır, o düsturlar vasitəsilə əmələ gəlir. Yəni Nəqliyyat Fakültəsində, İnşaat Universiteti, Texnik Universitetində bu düsturlar keçirlər, necə olunur. Biz də yəni onların tələbələr olduğumuza görə bilirik yəni necə orada işlənməlidir. Orada yol ayrıcını girən adamlar. Yəni hər bir işdə hesablanır, hesabatlar nəticəsində olur. Yəni bu günləri mən deyim ki, ora 45 idi, 43 ver, yəni belə söhbət olmur. O hesablanma olmalıdır. İndi məsələn bir şey var da, məsələn olduğumuz ölkələrdə məsələn kimsə yol ayrıcına girərsə deyə, orada müəyyən bir yerlər olur ki, orada girir və dayanır və oradan hərəkət edenir. Yəni hamı da bilir ki, o oradan çıxmayınca ora girmək olmaz. Yəni bizdə belə bir şey yoxdur. Bizdə biz 41-ə yaxın təşrif vermişik. Yəni siz də 141-41 yəni şey. Konsentrdə uyğundur. Konsentrdə məlumatlar var belə. Deməli onlardan hardasa 11-i artıq reallaşır bugünkü gündə. Yəni qalıb 30-u. Qalıb 30-undan da indi Təhsil Nazirliyində başlayacaqlar geri dönmə. O nəyə görədir? Məsəl üçün Təhsil Nazirliyindən gəlib, Təhsil Nazirliyinin qabağından gəlib, sola dönmək üçün Şoğur Rəhmov küçəsinə. Deyək Təhsil Nazirliyinə dönmək üçün. Orada dönmək üçün düşürsünüz sağa, oradan gedirsiniz Üzeyir Hacıbəyev küçəsinə, Yusuf Səfərovun küçəsinə. Oradan geri dönüb gəlirsiniz. Biz orada körpünün altında, yol sürücünün altında, Heydər Əliyev prospektinə gedən yol sürücünün altında geri dönmə təşrif vermişik. Onu başlayırlar eləməyə. Yəni çox yaxşı, məsələn Həsən Əliyev Atatürkdə geriyə dönmə verilir təzəliyinə. O əladır. Əvvəllər geriyə dönmə eləmək üçün Həsən Əliyevdə mən gərək tünelə girim, çıxım, qabağa gedim, fırlanım gəlim. İndi o geri dönmə yeri çox əladır, məsələn rahatdır. Bir çox təşkilatımız var. Məsəl üçün Atatürk prospektində bu svetoforların bu Məmməd Əli Köhnə daimi sağa dönmə vermişik, yəni boş-boşuna dayanmasınlar. Bu svetoforu bundan uyğunlaşdırmışıq. Yəni belə təşkil edirik. Bu svetoforun aslında uyğundur. Çünki burada mənim fikirləşim özü şəkildə də var. Burada dayanırlar. Buradan qaldırmaq üçün bunu vermişik. Buradan sağa çıxış vermişdir, yəni cib olsun, daimi dönsünlər. Biraz oradakı kommunikasiya xətlərinə görə qalıb yubanır. Onun da üstündə bir çox işləyir. Məsəl üçün Həsən bəy Zardabi ilə Mirəli Seyidov küçəsi var. Haqverdiyev aşağısı Haqverdiyev. Bu köhnə Musabev parkı. Buradan daimi sağa dönmə. Yerdə hər şeydə buna cavab verir. Buradan daimi sağa dönmə təşrif verilir. Burada biz keçən dəfə bu barədə biz efirdə də danışırdıq. Deməli Musabev keçmiş Musabev parkı, indiki Bayraq parkı deyə də Yasamal parkı. Yasamal parkının yuxarısında, yuxarı tərəfində dairəvi hərəkət nişanı var.
Amma bunların heç birində dairəvi hərəkət nişanı yoxdur. Bu isə səhvdir. Yəni bu elə bil ki, bu həm dairə sayılır, svetofora qədər. Svetofor sonra dairə deyil. Yəni biraz şeydir. O elə bu barədə də biz söz çəkib danışdıq ki, buradan da sağa daimi gəlsə və o yuxarıdan gələn də daimi olaraq özü dairəvi hərəkətini eləməli olsa, Haqverdiyev küçəsi boşalacaq. Çünki heç kim dairədən eləmir, gedir Haqverdiyevə geriyə dönmək eləyirsən, qayırırsan. O da evdə əlavə ləngimə yaradır, ehtiyac yoxdur. Yəni buradan elə öz hərəkətini bitirir. Bu da daimi sağdır. Buna şey olsa, dairəvi hərəkət nişanı olsa, onsuz da dairəni buraxmalıdır. Onsuz buradan o qədər belə axın çox deyildir. Ona görə heç toqquşma da olmayacaq. Yəni rahat buradan dönür, bu da gəlir buradan keçir. Tutaq ki, deyirəm ha, buradakı məlumatlar bazı olaraq belə deyək də yol polisinə təqdim olunsa ki, bax filan yerdə bizim kameranın altında bax qayda pozan var və bax bu qardaş, bax bu qardaş. Fikir ver. Biliyorsun hardadır yəni. Düz yanı piyada keçinin üstündə. Bax piyada da heç bilmir hara keçəcək. Fikir verirsən, orada başlayır həzər. Ay sol. Bu da sağ və solda deyirlər. Bu hansı küçədir? Rəşid Beybulovdur. Amma bu sağ, sol, qalıb bir əslində bu iki zolaqlı yoldur. Stop xəttinə baxın, görün hardadır. Hə, stop xətti yol bu hardadır və bu iki zolaqlı yoldur və əslində iki avtomobilin hərəkət edəcəyi yoldur, bir dənə avtomobil hərəkət edir. Bu da əsas sizin o hər şey təkliflər bir yeri, bu da əsas insan faktorudur da. Adamlar özlərini necə aparırlar. Yəni mən hər Rəşid Beybulovda o qədər yaşıl dağı verim ki, bu belə saxlayacaqsa, bunun effekti aşağı düşəcək. Çox problemlər oldu. Məsəl üçün gedirik, özü bilsə bu svetoforu işləyəndə, onun svetoforun nizamlanmasını işləyəndə zolaq çox böyük əhəmiyyət verir yəni bizdə. Bir zolağın özü yolun hərəkəti buraxma qabiliyyətinə görə artır. Deməli, zolağın eni, yəni nəqliyyat vasitəsini buraxma eni əhəmiyyətlidir. Çox əhəmiyyətlidir. Sayı bir də eni. Məsələn, gəlib orada bir dənə parkovka eləyəndə, maşın saxlayanda, qeyri-qanuni saxlanma eləyəndə bu çox bizə Kol sentrə nə qədər zəng gəlir? Kol sentrə mən sizə hamısını onun barədə danışım. Ən çox nə qədər? Yəni deməli, mənim də kol sentrim var, ona görə 24 saat ictimaiyyət xidmətində 141-ə deməli son 8 ayda 2314 dənə şikayət, 9300 dənə məlumat xarakterli sorğu, 355 dənə təklif gəlir. Bir də sizə bir şey deyim ki, yəni şəxsən özüm cavablandırıram onları. Infoya bizim o info yaradır. Yəqin ki bilirsiniz, infoya təkliflər, şikayətlər nə gəlirdi? 9 ay ərzində, son 3 ay ərzində 200 dənə təklif gəlir. İnsanlar tərəfindən bunlar necədir? Məsələn, bizə dayanacaqların yerlərinin müəyyən edilməsi üçün də təkliflər gəlir. Biz burada dayanacaqların yerlərini müəyyən edirik. Yəni burada dayanacaq olsun, burada dayanacaq nişanı olsun. Onları müvafiq orqanlara çatdırırıq. Yəni bu istiqamətdə də təkliflər gəlir. Amma dayanacaqlar sizdə deyil, dayanacaqlar sərhəddə Bakı Şəhər İcra Hakimiyyətindədir. Yox, dayanacaqları onlar qurur. Biz ancaq dayanacaqların yeri müəyyən edirik. Yəni burada dayanacaq olsun. Yeri müəyyənləşdirirsiniz, onda birini mən sizə deyim, bu Puşkin küçəsinin üzəri Hacıbəyov kəşməsində düz hökumət evinin yanında dayanacaq. Onunla bağlı biz yazırıq. O dayanacaq götürüb yerə. Ayşə, çünki orada 2 dənə avtobus dayananda artıq yol dayanır. Tural hamısını bir-bir cavablandırır. Hər birinə yazılır bir ki, burada dayanacaq götürülsün. Çox yerdə, şəhərdə bir çox yerdə var ki, döngələrə qoyurlar dayanacaqları. Əslində isə yol hərəkəti haqqında qanun nə deyir? Döngələrə 5 metr yaxın məsafədə dayanmaq olmaz. Bəli. O isə gedir dayanır, məsələn 2 dənə uzun avtobus dayanırsa vəssalam yol dayanacaq. Amma orada mən bir dənə kadr görürəm, avtobus dayanır, fikir verir. Bəli, görürsüz. O yolun yəni Atatürk prospekti Ayna Sultanovdan yəni üzü şeydir. 20 yanvara gedən yoldur. Orada çox yazırlar. Məsəl üçün info yazıblar ki, oradan körpünün üstünə çıxış verin. Yol ötürücüsünə çıxış verin. Oradan niyə görə verəmirik? Çünki 2 zolaqlı yoldur. Ora mən əgər o çıxışı təklifini yazıb göndərsəm, özü bilirsiniz Ziyanyanov prospektinin həmin hissəsi biraz darlaşdığına görə belə deyək də biraz pisması butulka effekti verir də. Orada dəhşətli tıxaclara mənə gələcək. O tıxacların səbəbkarı da orada avtobuslar. Avtobus parklanmadı döngədə. Ona aid bir dənə təklif hazırlamışıq. Sözün bizi hələ araşdırmalarımızdadır. Hələ ki onu göndərməmişik. 22 təklif bizdə araşdırmalardadır. Yəni o təklifi biz hazırlamışdıq ki, Karl Marx dairəsi deyilən yer var orada, düzdür? Orada biz svetofor təklifi hazırlamışıq. Oturub indi bir-bir onu özümüzlə hərsən işləyirik. İnşallah. İndi əgər o effekt versə, biz o təklifi yazıb göndərəcək, o çox böyük effekt verəcək. Qıraqdakı o qadın aradan qaldırılmasına böyük xidmət edəcək. O tablolar ki, yəni vaxtında gəlir, vaxtında gəlmir, bu dəqiqə hardadır və s. sualı var ki, bu necə nizamlanır və ümumiyyətlə bəziləri deyir, düz işləyir, bəziləri deyir, səhv işləyir. İstəyirsiz bir dənə oraya. Orada öyle. Deməli, Gəl görək. Gəl.
Bu tablo yenilənib. 3 il bundan qabaq başqa tablo idi. Mən bura gəlib çəkəndə. Tətbiq olunmuyor. Yəni, təbii ki, biz yeni texnologiya ilə ayaqlaşmaq məcburiyyətindəyik. Çünki bildiyiniz kimi, özünüz də qeyd edədiyiniz kimi bir çox şikayətlər gəlirdi ki, məlumatlar düzgün əks olunmur. Bunun da səbəbi avtobuslarda quraşdırılmış port avadanlıqlarının bir çoxunun sıradan çıxması müxtəlif səbəblər var. Yəni köhnəlmə, müdaxilələr və s. Buna görə Əsasən müdaxilə. Nəqliyyatın Texniki İdarəetmə Mərkəzi yeni izləmə sistemi artıq quraşdırmağa başlayıb ki, bu da ki avtobuslarda artıq elə bir yerdə quraşdırır ki, buna müdaxilə etmək mümkün olmayacaq. Yerini də bilməyəcək. Bu artıq bizim CIT-lərdəki avtobus informasiya terminallarına gedən yeni dizayn olacaq ki, burada təbii ki, avtobusların bütün gəlmə vaxtları öz əksini tapacaq. Neçə dəqiqəyə gələcək? Burada göstərir 4 dayanacaq qalmış göstəriş. Məsələn, elə vaxt ola bilər ki, yazır 5 dəqiqə, sonra baxırsınız ki, 10 dəqiqədir. Yəni o tıxaca görə də, əgər avtobus tıxaca düşübsə, yəni biraz gecikir də, onu göstərir. Biz də burada göstərmişik. Yəni neçə dayanacaq? Məsələn, burada ikinci dayanacaq da, ona 2 dayanacaqda çatmış, dayanıb gözləyir. Köhnədə belə bir şey var idi ki, məsələn, hara gedirsən, obyekti seçirdin və artıq yenə də eyni şey olacaq. O funksionallıq qalır. Bu aparat idi. Biz keçən 3-4 numara vaxt çəkiliş eləyəndə bu aparat idi və o vaxt bizə deyirlər ki, bu aparatda belə bir funksiyonal var ki, yəni sürücünü tanıma, yəni sürücü... Aslında bəli, bu aparat həqiqətən çox funksiyalı bir aparat idi. Burada sürücü özündən öncəki və özündən sonraki marşrutu interval bilirdi. Bəli, və neçə dəqiqə olduğunu bilirdi. Amma bu avadanlıqda əl izi və kamera olduğu üçün bu biraz bilirəm, deməli görüntüləri də göstərirlər ki, avtobus dayanacağını və bu görüntüləri göstərirlər və telefonla danışır və 2 nəfər siqaret çəkən, qucağında uşaq otuzduran da var idi. Və hətta deyirlər ki, onun başına dəsmal atan var idi, ağzına çənlərən var. Qəpiyi yapışdırırlar üstünə, kamerasında. Sonra deyir ki, Bakı şəhərində problem var. Yandırırlar. Yəni, hələ 4 il bundan qabaq mən çəkiliş eləyəndə demişdim ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu nöqtədədirsə, bizim bəzi avtobus sürücüləri bu nöqtədədir. Yəni, o nöqtələri birləşdirmək üçün nəqliyyat düşə bilməz və intellektual idarəetmə sınavı düşə bilməz, o qalsın yuxarı. Amma hələ ki, üstündən 4 il keçməyinə baxmayaraq, yenə də bu cür sürücülər var. Yəni, qalstukunu tam bağlamayıb, desinlər ki, formadadır. Amma nə edir? Yenə də telefonla danışır. Bu isə dayanacaqların kontrol olunmasıdır. Dayanacaqların özündə olan kameralarla olması. Orxan, bir sənə xoşuma gəlir. Bu, bir də bu. İndi buna sual vermək lazım. Avtobus dayandı buradan. Bu hərəkətlər çıxacaq. Buna baxmır. Yenə də burada. Yenə orada. Yəni avtobus dayanacaqlarını zəbt eləmək adətdir. Bu Nəriman Ərmanov prospektindədir. Bizdə bu parklanmaya qarşı mübarizə üçün texniki olaraq bütün imkanlar yaradılıbdır. Lakin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində hal-hazırda bu səlahiyyətlər olmadığına görə sistem fəaliyyət göstərmir. Bir bulan. Bu ağır Lexus da elə saxlayıb. Yəni necə bu deyil, o birisi də belə ki, ikisi də. Bunların hər birinə yəni bizim tərəfimizdən nəzarət oluna bilər. Yəni bizim o hər bir avadanlığımız, hər bir şəraitimiz buna var. Görürsünüz, bir təsir avtomatik, yəni 3 rejimdə işləyir, avtomatik, yarım avtomatik. Əslində yol polisinin əlində bord kompüter şaqqa-şaraq çəkməyə ehtiyac yoxdur. Yəni konkret elə buradan çəkib sizin əməkdaşlar ona göndərsələr, onlar özləri tədbir görə bilərlər. Sahibinə xəbər olmuşkən biz buradan çəkirik. Xəbər olmasa yaxşıdır. Bu yaddaşı mənə aldatmasa ən böyük ekran. Bəli, 120 kvadrat metrdir. Nəqliyyat sahəsində dünyada ən böyük. Yəni bir dənə sizə məlumat verim. Yəni Koreyada bu sistemin adı TOPIS-dir. Traffic Operation Intelligence Service. Onlar ancaq xidmət göstərir. Yəni bizimki kimi deyil onlardan. Yəni məlumat verici funksiyadır. Ancaq məlumat verir. Yəni onlarda svetbor da yoxdur. Onlarda təkcə odur ki, yəni vətəndaşların avtobuslardan istifadə etməli, neçə dəqiqəyə çatacaq, ancaq bu sistemdir. Bizdə yəni orada Koreyalı sürücülərdir. Orada Koreyalı sürücülərdir. Daim mən hər axşam yəni o intellektual idarəetmə mərkəzinin xəritəsindən istifadə edirəm sürücülərə məlumat vermək üçün. Baxmayaraq ki, rayon maşınlarının Bakı
şəhərinə girişi qadağan olunub, amma yenə də eyni yollarda, üzr istəyirəm, eyni yollarda tıxac olur, tıxac qalır. O tıxacın da bilməm səbəbi insan faktorudur. Nədirsə, amma mən belə başa düşürəm ki, bu rayon maşınlarının asılı bir şey deyil. 24 saat işləyir də belə başa düşdüm burada. 24 saat bizim mərkəz. Yeganə call centerdir ki, yəni 102-dən sonra 141-ə 24 saat zəng eləmək olur, amma 102-də məlumat verirsən, məlumat ala bilmirsən, amma burada məlumat almaq. Məlumat almaq bir-bir, yəni sizin təşrifinizdə, yəni gələn zənglərin təşrifində, yəni arxayın olsunlar ki, hər biri araşdırılır, yəni bir-bir araşdırılır. Bütün məlumatlar bir-bir araşdırılır. Bir məsələ var ki, Bakı şəhərində yəni özünün planı Sovet İttifaqı vaxtında salınan belə deyək də planlı yollardır. O yollar indiki müasir standartlara cavab vermir. Məsələn, kimisə evini söküb yol çəkmək və s. və s. Yəni müəyyən qədər həssas bir məqamdır. Adam 40 ildir babasının evində yaşayır. Bunu sökməklə bir maliyyədir. Sonra ora yolu salmaq və s. və s. Bu baxımdan sizin işiniz mən belə başlayacağım ki, biraz çətindir. Çünki tutaq ki, məsələn, elə küçələr var ki, elə dediyimiz Süleyman Rüstəm və ya Süleyman Rəhimov küçəsi. İki zolaqlı yoldur, park ediblər. O yol əslində genişləndirmək olar, amma orada yaşayış evləri var, binalar var, iaşə mərkəzləri var. Yəqin ki, siz müəyyən 41 təklifin içində bu belə şeyləri nəzərə alırsınız ki? Hər bir şey nəzərə alınır, yəni danışılır, razılaşdırılır, Azər yol servisinə, başqa yol polis idarəsi ilə, hər bir şey dəqiqi ilə araşdırılandan sonra təklif hazırlanır. Bu bir il ərzində həm Ziya Bünyadov prospektinin istifadəyə verilməsi, həm bizim tərəfimiz Həmid müəllimin qeyd elədiyi təkliflər, həm işqforlara yeni vaxt planlarının verilməsi nəticəsində keçən illə bu illə yəni sürət artımı qeydə alınır. 32-5 sentyabrda olsa 46-8 təxmini bir 10 sürət artıb. Əslində bəli, bilirik ki, Bakı şəhərində hər il avtonəqliyyat vasitələrinin sayı siz özünüz çox gözəl bilirsiniz ki, neçə min artır. Hər il bu artım qeydə və bunun nəticəsində Bakı şəhərinin küçələrində sürət artımı olmaq, məncə sürət artımına nail olmaq məncə çox böyük bir uğurdur. O sürət yetərlidir. Olmağı da böyük bir şeydir. Yəni onu yerində saxlamaq da böyük bir şeydir. Artıma baxmayaraq sürət yerində qalır. O sürət yaxşı sürətdir. Yəni 38 sürətdən 41-ə qalxması bir də şəhər içərisində saat 50 olur, 60 olur da, yəni ondan çox olmur axı. Maksimal 60-dır. 60-dır da, yəni 41 olursa... Görürsünüz, Bakı şəhərində bu dəqiqə qırmızı heç yerdə yox, tıxac yox. Biz keçən il bu vaxt bu vəziyyət heç vaxt görmürdük. Həmişə hardasa tıxac olur. Amma axşam vaxtı yəni qırmızı sürət olur. Oradakı pik saatlar təbii ki, nəqliyyat vasitəsindən hamının eyni yollar. Əslində o Avropa oyunları vaxtında belə bir pilləli rejim tətbiq olunmuş, iş saatı tətbiq olunmuşdu. O əla bir şeydir. Dedilər sentyabrda eləyəcəklər, amma sentyabrda rayon maşınlarının qabağını aldılar, amma pilləli iş saatını eləmədi. Amma yəni rayon maşınları gedir. Yəni mən özüm subyektiv fikrimi deyirəm ki, mən rayon maşınlarının Bakıya qadağan olmasına tərəfdarı deyiləm. Əslində pilləli iş rejimi olsa, yəni bir adam bilir ki, işi saat 8-də başlayır, öbürsü 9-da, hətta məktəblər və universitetlərdə belə. Yəni pilləli təhsil olanda əslində yəni şəhərə o qədər bir şey yüklənməz. Yəni biri saat 4-də çıxar işdə, biri 5-dən çıxar, biri 6-da çıxar, biri 7-də çıxar. Onu yüklənməz. Belə baxanda isə prinsipcə 4 il ərzində, yəni mən öz müşahidələrimi deyirəm, kimlərsə maraqlıdırsa, elə bu videonun altında link var. 4 il bundan qabaq çəkdiyimiz videonu, hələ yerə yaranmışdı Nəqliyyatlı İntellektual İdarəetmə Mərkəzi. Müqayisə edə bilər. Yəni mən özüm şəxsən müqayisə edirəm ki, Bakı şəhərinin vəziyyəti 4 il bundanki vəziyyəti ilə indiki vəziyyət arasında böyük fərq var. O əsas o Rusiyada kulçevi yerlər ki var, bu Rəşid Beyxudov, Bakı xanıvdır, neftçilərdir, Nobel nargilə tərəfdir, bir nə qədər azadlıq tunelidir. Bunlar həmişə belə olurlar. O da belə sizdə nasıl bir şeydir orada? Yolun duyuluşudur. Məsəl üçün deyək ki, həmişə deyirəm, o yaşıllıqlar oradan götürülməyincə o susmayacaq. Bir nəqədə də avtovağzanın qabağında 5 zolağın 2 zolaq olması əslində elə problemi yaradan odur. O 2 dənə zolaqlı yaşıllıq oradan götürülsə, əslində bir zolaq. Əvvəl dediyim kimi, Abdülqə effektinə mərəcəkdir. Aysa, İli Xırdalan körpüsünün, Xırdalana gəlirsən, tunelə girsən 2 zolaqla, amma əslində 4 zolaqla gəlmişəm də. Yəni o dediyimiz... Olmalı. Yəni əsas məsələ odur, 2 zolaqdırsa hər yerdə... Adam başlayıb beynə qədər 2 zolaqçı, o 2 zolaq olsun. Enləşdirmə, yəni o böyük deməli, tablolar bu cür işləyir, tablonun da artıq cavabını aldıq da, yəni sarı gördüm. Tablolarında həm ümumiyyətlə Bakı şəhərinin nəqliyyat axınının vəziyyəti haqqında məlumatlar əks olunur, həm hər hansı bir ərazidə təmir tikinti işləri gedərsə, bunlar da öz əksini tapır, eyni zamanda
hər hansı bir qəza və digər bir nəqliyyat hadisəsi baş verirsə, bunlar haqqında da operativ məlumatlar həm bizim tablolarda, həm mobil applicationımızda, həm Nimat saytında, həm Avto-FM radiosunda, həm də Facebook səhifəmizdə 5 informasiya kanalı vasitəsilə operativ şəkildə təmin edirik. Aydındır. Yəni bu nəqliyyatın intellektüel idarəetmə mərkəzi idi. Bu bizim ilk vloqumuz idi. Ümid edirəm ki, növbəti vloqlarda başqa hərəkətin təşkili ilə bağlı olan orqanlar var ki, orada da çəkiliş edə biləcəyik. Yəni əslində mənə belə gəlir ki, idarəetmə mərkəzinin effektliyi var. Amma burada bir dənə məqam var, burada insan faktoru var. Yəni burada hər şey bizim serverlər, nə bilim, aparatura və mütəxəssislər hesablaya bilərlər ki, buradan bu qədər avtomobil keçir. Amma əsas özümüz necə maşın sürürük, odur. Yəni mən gedib yolun ortasında 3-cü zolaqda maşını park edəndən sonra 160 nömrəli məktəbin qabağında o nəqliyyatın intellektüel idarəetmə mərkəzini eləsin. Mənim adım DJ Tural idi. İnşallah gələn həftə görüşərik. Qismət olsun.